Vaxtınız xeyir. Bu gün sizlərlə birlikdə Pifaqor teoremini keçəcəyik. İndi ilk olaraq qızıl qayda yazaq. Pifaqora görə katetlərin kvadratı cəmi hipotenuzun kvadratına bərabərdir. Necə? İndi bir üçbucaq çəkək. Belə bir üçbucaq. İndi bunun belə baxın, tam bunu belə düzbucaqlı üçbucaq halına gətirən iki katetdir. Katet. Bunların kvadratının cəmi isə hipotenuzdur. Hipotenuz. İndi deyir ki, katetlərin kvadratının cəmi, yəni bu ikisinin kvadratının cəmi hipotenuzun bunun kvadratına bərabərdir. İndi tutaq ki, bizə hipotenuz 13 katet 1 isə 12'dir. Bizdən nə soruşur? Katet 2 nə olar? İndi biz bunu necə tapacağıq? Məsələn, 13'ün kvadratı bərabərdir. İndi bunun kvadratı bərabərdir. 12'nin kvadratı üstəgəl. Bunu bir x adlandıraq. Üstəgəl x'in kvadratı. 13'ün kvadratı neçədir? 169. Bərabərdir. 12'nin kvadratı 144. Çıx x'a. X'in kvadratına deyək. İndi x'in kvadratı bərabərdir 169 çıx 144'dən. X'in kvadratı bərabərdir. Daha doğrusu adi x deyək buna. Bundan bunu çıxırıq. İndi bunları dəqiqə bu çıxma işarəsidir. 5 2 25. Yəni kök 6 25. Kök 6 25'dən də nə çıxır? 5. Yəni x'in kvadratı bərabərdir 5'ə. X bərabərdir 25. İndi gəlin yerinə qoyaq, baxaq. İndi bu tərəf 5 olsa, bura 12, burada 13. Bu eləyəcək 144, 25, bu da 169. Bu ifadəni ödəyirmi? Ödəyir. Katetlərin kvadratının cəmi, yəni bunun kvadratı ilə bunun kvadratının cəmi hipotenuzun kvadratına bərabərdir. Bərabərdir, həqiqətən də bərabərdir. Deməli, nəymiş? Bu ifadə doğru imiş və bunu da sadəcə bir dəqiqə bunu belə çəkməyə unutmuşam. Bir ifadə ilə yəni bunu ifadə edə bilirik. Məsələn, başqa bir ədəd qoyaq. Hipotenuz nə olsun? 25 olsun. Çox getməyək. Dəqiqə. Hipotenuz olsun elə 20. Katet 1. Katet 1 də dəqiqə. Katet 1 10 olsun. Bizdən katet için soruşur. Bu nisbətən o birinə daha asandır. Bu indi 20'nin kvadratı bərabərdir. Onun kvadratı çıx x. X'in kvadratı. 20'nin kvadratı 400. Bərabərdir. 100 çıx x. İndi x bərabərdir 400 çıx 100. X bərabərdir 300. 3 nəyə vuranda 300 eləyir, bunu bilmirik. Kök 6 300 yazsaq, bunu da 10 vuraq dəqiqə ya da 100 vuraq 3 kimi yazaq. Bu da kök 6 100 kök 6 3'də ayrıcalıqda. Yəni
10 kök 6 3 halına da gətirə bilərik. 10'un kvadratı 100. Elə, yəni açıb yaza bilərik. Deməli nəymiş? Katet 2 bərabərdir 10 kök 6 3'ə. Bir dərsimizin daha sonuna gəldik. Yəni ümid edirəm ki, ətraflı izah verə bilmişəm. Yəni sizlərə bu qaydanı da bir dəfə belə yəni bu ifadənin üzərindən gedək. Pifagora görə katetlərin kvadratı cəmi hipotenuzun kvadratına bərabərdir. Yəni məsələn 5 ilə 12'nin kvadratının cəmi 13'ün kvadratının cəminə bərabərdir. Həqiqətən də burada biz 2 sualı yoxladıq, baxdıq, burada bir neçə ifadə ilə həll elədik və bu ifadənin doğru olduğunu yəni isbatladıq. Bir videomuzun daha sonuna gəldik. Belə videoların davamı üçün kanala abunə olub like atmağı unutmayın. Hələlik görüşənədək.